ki, partnerinlə mübahisə yaşamısan. Sən davadalaş çıxmasın deyə susmusan. Sənsə səni narahat eləyən hissləri danışıb içini boşaltmısan. Partnerin səni başqaları ilə müqayisə edib. Sən desəm də nə dəyişəcək deyib küsmüsən. Sənsə bu hərəkətin yol verilməz olduğunu bildirib öz sərhəddini çəkmisən. Sənə xəbər vermədən ikinizin yerinə qərar verib. Sən susmağı seçmisən. Sənsə bütün situasiyaları danışıb öz qəzəbini ifadə etmisən. Sənin davranış tərzinə baxanda sənin problemlərə dözümün bu qədərdirsə, sənin bu qədərdir. Ona görə də yaşadığımız qəzəb, inciklik nədirsə, onu yığıb saxlamaq yerinə vaxtında deyib yükümüzü yüngülləşdirmək lazımdır.